Amma bak unutma sen bizler sen. Görende kaşı kara gözü kara kızlar sen. Əminliklə deyə bilirik ki, qiymətli Azərbaycan musiqisi dünya şöhrətlidir. Bu şöhrətdən həmişə özünə pay tutmağa çalışan dırnaqarası qonşularımız mədəniyyətimizdən davamlı oğurluqlar ediblər. Elm və Mədəniyyət İnstitutunun təşkil etdiyi 1925-ci ildə yaradılmış xüsusi bir ekspedisiya Qərbi Azərbaycan bölgəsində musiqi ənənələrinin eyni zamanda da mahnıların nota köçürülməsi zəminində xüsusi bir komissiya təşkil etmişdi. Bu komissiyada Erməni Bəstəkarı Komitasının şagirdi qatılaraq Azərbaycan mahnılarını nota köçürmək əvəzinə onları mənimsəmiş və Erməni mahnısı adı altında bütün dünyaya təqdim etmişdir. 3000-dən artıq mahnının yer aldığı bu topluda indiyə kimi 500-ü gəlib bizim dövrümüzə qədər gəlib çatmışdır və bu 500-ündən çoxu məhz Azərbaycan xalqına məxsusdur. Bu dəfə isə xalq artisti Şövkət Ələkbərovanın repertuarından Yar Gəldi mahnısını YouTube-da öz musiqi nümunələri kimi yerləşdiriblər. Bu barədə xəbəri Əqli Mülkiyyət Agentliyi yayıb. Oğurluğun qarşısının tez bir zamanda alındığı bildirilib. Hazırda tutduğum bu lent yazısında Şövkət Ələkbərovanın səsləndirdiyi Yar Gəldi mahnısı yer alır. Belə ki, 1957-ci il 16 aprel tarixində xalq artisti Səid Rüstəmovun dirijorluğu və Xalq Çalğı Ansamblı Orkestrinin müşayiəti ilə lentə alınıb. Hal-hazır ki, günə qədər 300 minə qədər lent qorunur. Şövkət Ələkbərovanın Yar Gəldi mahnısı ilə bağlı onu deyə bilərəm ki, yəni o bizdə bəstəkar və söz müəllifi xalq kimi yazılıb. Dəfələrlə belə bir araşdırmalar olub ki, Adil Gəray onu bir növ mahnı halına salıb. Yəni belə mahnılar bizdə həddindən artıq çoxdur. Sözünü də Əli Kərim və İsmail Sultan adlı müəlliflər olub. Qarabağla bağlı iddiaları fiaskoya uğrayan ermənilər indi mədəniyyətimizdən daha möhkəm yapışmağa çalışır. Tarix boyu mahnılarımızı oxuyub rəqsimizə oynayan ermənilərə deyirik ki, utanmasan oynamağa nə var ki?